Pentaqonda baş tutan bu briefing bütün dünyanı şoka saldı. ABŞ bir gecədə İranın nüvə proqramını necə məhv etdi? Gəlin tarixin ən cəsarətli hərbi əməliyyatlarından biri olan gecəyarısı çəkic əməliyyatının heyrətamiz təfərrüatlarına baxaq. Hər şey bu sözlərinə başladı. ABŞ rəsmisi kürsüyə çıxaraq bəyan etdi. Dünən gecə Prezident Trumpın əmri ilə ABŞ Mərkəzi Komandanlığı İranın 3 əsas nüvə obyektinə, Fordo, Nətənz və İsfahana qarşı dəqiq zərbələr endirdi. Məqsəd İranın nüvə proqramını tamamilə məhv etmək və ya ciddi şəkildə zəiflətmək idi və biz buna nail olduq. Bu inanılmaz bir uğur idi. Bəs bu mürəkkəb əməliyyat necə həyata keçirildi? Planın mərkəzində ABŞ-ın radara düşməyən, görünməz B-2 Spirit Stealth bombardmançıları dayanırdı. Əməliyyatın ən vacib hissəsi isə aldatma taktikası idi. B-2-lər İrana yaxınlaşmazdan əvvəl başqa bir təyyarə qrupu Sakit Okean istiqamətində uçaraq bütün dünyanın diqqətini yayındırdı. Əsl hücum başlayanda isə çoxşaxəli zərbə endirildi. İlk olaraq sualtı qayıqlardan hədəflərə Tomahawk qanadlı raketləri atıldı. Ardınca 4-cü və 5-ci nəsil qırıcılar İranın hava hücumundan müdafiə sistemlərini susturdu. Və nəhayət, tamamilə xəbərsiz olan İranın üzərində ABŞ-ın Missouri ştatından qalxan B-2 bombardmançıları peyda oldu. Onlar dağların dərinliyindəki yeraltı sığınacaqları dağıtmaq üçün hazırlanmış, hər biri 14 ton ağırlığında olan və Bunker Buster kimi tanınan xüsusi MOB bombalarından istifadə etdilər. Pentaqon rəsmiləri əməliyyatın o qədər məxfi və sürpriz olduğunu bildirdi ki, İranın hava müdafiəsi heç bir təyyarəni görmədi və bir güllə belə atmadı. Nəticədə İranın nüvə proqramının iflic edildiyi açıqlandı. ABŞ rəsmisi sonda vurğuladı. Bu, sadəcə bir hərbi zərbə deyil, həm də bir mesajdır. Amerikanın çəkindirmə gücü geri qayıdıb və bu, prezident danışanda dünya qulaq asmalıdır.